Salam əziz və dəyərli Uğur Mozaikası kanalının izləyiciləri. Bugündən etibarən biz sizinlə dinamika toplusundan 1992-dən 2011-12-nin qəbullarına qədər olan kitabdan həmin illərin qəbullarının testlərinə baxacağıq. Bugünkü testimiz isə 1992-ci ildə 1-ci, 2-ci, 3-cü qruplar üçün olan testimizdir. Birinci sualdan başlayırıq. Kitabın bütün səhifələrinin 29%-ni oxuduqdan sonra onun 142 səhifəsi qalmışdır. Ümumi bütün kitabı 100% qəbul edəsək, biz onun 29%-ni oxumuşuq. Deməli, yerdə 71%-i qalıb. Faiz göstəricisi ilə qalan səhifə ilə isə 142 səhifə olduğu bildirilir. Ümumi kitab, yəni ümumi 100%-i bizdən soruşur. Buna bir x deyirik. X bərabərdir 100-ü düz mütənasib olduğuna görə çarpaz vururuq və 71-ə böldük. 71 ilə 142 ixtisar gedir 2, 2 vurulsun 100, 200 edəcəkdir. Düzgün cavab B variantı olacaqdır. İkinci sualla davam edirik. 1 bölünsün 3'tü x böyüdür 27. Baxın, burada 1 bölünsün məxrəcdə hər hansı bir qüvvət gördüksə, o zaman bu 3 - x şəklində yazılacaq. 27 də 3-ün kubudur. Üstü funksiyalarda, yəni a üstü x olan funksiyalarda a 1-dən böyüdüsə, əsaslar eyni olduğu üçün atılır və heç bir işarə dəyişimi baş vermir. -x 3-dən böyük olmalıdır. Mənfiyə böldükdə isə işarə dəyişir. Sadə bərabərsizlik. X kiçikdir -3-ə qədər. Yəni, mənfi sonsuzluqdan -3-ə qədər. Düzgün cavab A variantı olacaqdır. İkinci sualda. Üçüncü suala baxırıq. Fikir verirsinizsə, üçüncü sualda 5-də 3x, yəni 0,6x çıxılsın. Mənfini vurub mötərizəni açdığımız üçün -0,2x, mənfini mənfiyə vurduğumuz üçün müsbət 0,4 bərabərdir 1-ə. 0,6-dan 0,2-ni çıxırıq, 0,4x. 0,4'ü o tərəfə atdığımız zaman isə çıx olur. Yəni 0,4x bərabərdir 0,6. Vergüldən sonra hər ikisində bir ədəd olduğu üçün bunun bərabərliyin hər iki tərəfinin 10'a vurulması deyirlər. Bunu atırıq. 4x bərabərdir 6-ya. X bərabərdir 6 bölünsün 4. Yəni 1,5. Deməli, axtardığımız cavab 3-də B variantı 1,5'dir. Dördüncü sualla devam edirik. İcazənizlə. Dördüncü sualda 4 üstə gəl kök altında 15 çıxılsın. Kök altında 4 çıxılsın. Kök altında 15'in mötərizə kvadratını istəyir. Bunun üçün biz A çıxılsın B mötərizə kvadratının açılışını bilməliyik. Birincinin kvadratı çıxılsın 2AB üstə gəlinsin B kvadratı. Deməli, birincinin kvadratı, baxın, hissə-hissə yazmağa çalışacağım, daha aydın olsun. 4 üstə gəl kök altında 15'in kvadratıdır. Çıxılsın. 2 vurulsun kök altında 4 üstə gəl kök altında 15. Vurulsun 4 çıxılsın kök altında 15. Və üstə gəl ikincinin kvadratı. Biz bilirik ki, kvadrat kökü aparır, modulu çıxır. 4 üstə gəl kök altında 15. Çıxılsın 2 vur. Köklərin dərəcələri eyni olduğuna görə bir kökün altında siz bunları vura bilərsiniz. Kök altında 15'i vururuq. 4 çıxılsın kök altında 15'ə. Daha sonra üstə gəlinsin kvadrat kökü aparan zaman modulu çıxır. 4 çıxılsın kök altında 15. Çünki cüt dərəcələr gedəndə hər zaman modulu çıxır. Üstə gəl olduğuna görə müsbətlə müsbəti toplayanda özə çıxır. Çıxılsın 2 vurulsun kök altında. Baxın, A üstə gəl B, A çıx B bizə digər müxtəsər olma düsturunu göstərir. A çıx B, A üstə gəl B hasili A kvadratı çıxılsın B kvadratı. Müxtəsərdə bizə təqdim edir. Yəni 4'ün kvadratı 16 çıxılsın kök altında 15'in kvadratı da 15. Üstə gəlinsin. Birincidə üstə gələydi, üzr sayırsınız. İkincidə isə 4 ilə kök altında 15'in müqayisə edəndə kök altında 16 olduğunu görürük. Yəni böyükdür. Böyükdən kiçik çıxırsa müsbət. Modulun içi müsbətdirsə olduğu kimi çıxır. Bərabərdir. Plus minus kök altında 15'lər gedir.
4 ilə 4 eləyəcək 8. 8 çıxılsın 2 vur. Bu da kök altda 1, yəni 1-dir. 8-dən də 2 çıxanda düzgün cavab 6 olacaqdır. Deməli, 4-cü sualda düzgün cavabımız B variantı olmaqdadır. 4-cü sualda probleminiz yoxdursa, buranı təmizləyərək keçirik digərinə. 5-ci sual. Aşağıdakı funksiyalardan hansı cüt funksiyadır? Ümumiyyətlə, bunun ən asan yolu x-ların yerinə mənfi qoyaraq, mənfisini qoyaraq, mənfi x-i qoyaraq, əksini qoyaraq tapmaqdır. Məsələn, A variantında x-in yerinə mənfi x qoyuruq, kosinusda da daxilindəki x-in yerinə mənfi x qoyuruq. Trigonometrik funksiyalardan yeganə funksiya kosinusdakı cütdür. Yəni, mənfini udur, belə deyək. Amma sinus, tangens, kotangens funksiyaları tək funksiyalardır, uşaqlar. Bu funksiyalar mənfini qarşıya atır. Mənfi x bölünsün kosinus mənfini utduğuna görə mənfi udulur, müsbət kosinus x qalır. A variantının əksi alındığına görə buna tək funksiya deyilir. Lakin B variantına baxın, x-in yerinə mənfi x qoyuruq, sinusda da x-in yerinə mənfi x qoyuruq. Mənfi x, sinus tək olduğuna görə mənfini qabağa atır, mənfilər bir-birini aparır, x böl sinus x yaranır. Yəni, mənfi qoysaq da yekunda aldığımız cavab eyni olur. O zaman belə funksiyalara cüt funksiyalar deyilir. Yəqin ki, yadda qalar. Yəni, mənfi x qoyduqda nəticədə əks alınırsa tək funksiyadır, eynisi alınırsa cüt funksiyadır. Digər bir tərəfdən yadınızda da saxlaya bilərsiniz ki, tək funksiya vurulsun, tək funksiya görsəz, ya da tək funksiya bölünsün, tək funksiya görsəz, nəticə həmişə cüt funksiya olacaqdır. Nəticə həmişə cüt funksiya olacaqdır. İki tək funksiyanın hasili və nisbəti. Burada x, kx funksiyası da təkdir, sinus x funksiyası da təkdir. Təkin təkə nisbəti nəyi verəcəkdir bizə? Cütü verəcəkdir. Biz davam edirik 6-cı sualla. Buranı bir silək. Deməli, 6-cı sualda bizə nə deyir? Deyir ki, kosinus 15 dərəcə vurulsun, kosinus 105. Kosinus 105-i icazənizlə belə yazacağım. 90 plus 15 dərəcə. Kosinus 15 olduğu kimi qalacaq. 90 dərəcədə biz bilirik ki, ad dəyişir. Olur sinus 15. Axı, kosinus 105 ikinci rübdür. Təbii ki, bunu mən tapıram da. Ona görə mənfi olduğuna görə ikinci rübdə qarşıya bir dənə mənfi atıram. Yəni, burada yazacağım mənfi qarşıya keçir. Daha sonra biz daha asan da olsun deyə belə bir düstur əzbərləmişik. Sinus alfa, kosinus alfa hasili sinus 2 alfa bölünsün 2-dir, əziz şagirdlər. Baxın, bunu əzbərləyin. Yəni, kosinus alfa, sinus alfa vurğuların yerini dəyişdikdə hasil dəyişmir. Sinus 30 dərəcə bölünsün 2 var burada. Bunu mənfi 2-də 1 kimi qabağa atıram. Sinus 30 ayrı yazıram. Bu da olur mənfi 2-də 1 vurulsun. Axı, sinus 30 dərəcədə 2-də 1 alınır. Bu da eləyəcək mənfi 4-də 1 və ya mənfi 0,25. Deməli, düzgün cavab nə olacaqdır? D variantı olacaqdır 6-cı sualda. 7-ci sualdan davam edirik. 7-ci sual tərs trigonometrik funksiyaya aiddir, əziz şagirdlər. Yəni, nə deməkdir? Arcsinus hər hansı bir alfa yazırsa, bunu neçə dərəcədə aldığını bizdən soruşur. Yəni, içəridə gördüyümüz arcsinus kök altda 3/2, sinus bu qiyməti neçə dərəcədə alır? Təbii ki, 60 dərəcədə. Tapdığım bu 60-ı, bunun cavabı ki 60-dır, gətirib kosinusda mötərizənin içinə qoyuram. Yəni, kosinus 60-da nə alır? Siz də təbii ki, əzbərə bilirsiniz ki, 2-də 1 alır. Düzgün cavab D variantı olmaqdadır. Daha sonra bu hissəni silək. 8-ci sualla davam edirik. 8-ci sualla. 8-ci sualda fikir verirsinizsə, bizə bucaq beyni verib. Yəni, həmin bu hissə ki var, buranın 31 dərəcə olduğunu verir.
Onda bu qövs ki var. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Yəni bura 62-dir. Həmin o AOC isə mərkəzi bucaq olduğuna görə mərkəzi bucaq elə qövsün dərəcəsinə bərabərdir. Yəni 8-ci sualda düzgün cavab B variantı olmaqdadır. 9-cu sualla davam edirik. 9-cu sual. 9-cu sual trigonometrik tənliyə aiddir. Baxın, burada nə edəcəyik? Ümumiyyətlə kvadratlar gördüksə və burada kosinus gördüksə, bizim ilk ağlımıza gələn 1 çıxılsın kosinus kvadratı yazıbsa, sinus kvadratı yazacaq. Sinus kvadratı yazıbsa 1 çıxılsın kosinus kvadratını verəcək. Bu da bizə hardan gəlir? Əsas eynilikdən. Bilməyənlər bunu yazıb əzbərləyə bilər. Sinus kvadratı üstəgəl kosinus kvadratı x hər zaman 1 verir, dərəcələr eynidirsə. İndi sinus kvadratını tapmaq üçün 1 çıx kosinus kvadratı eləyir, gətirib yerinə qoyuruq. Üstə gəlinsin kosinus x, üstə gəlinsin 1, bərabərdə 0. 3-ü 1-ə vururuq, 3. 3-ü kosinus kvadratına vururuq, 3 kosinus kvadratı x, üstə gəl kosinus x, üstə gəl 1, bərabərdə 0. 3 ilə 1-in cəmi 4 edər. 3 kosinus kvadratı x plus kosinus x bərabərdir 0 şəklində yazdıq. Daha sonra müxtəlif üsullardan istifadə edib biz bunu əslində vuruqlarına da ayıra bilərik. Amma bircə dəqiqə üzr istəyirəm. Deməli mən onu gərək təzədən yazım. Sürətli bir də geri qaytarmaqda daha çox zaman itirərik. 1 çıxılsın kosinus kvadratı x, üstə gəl kosinus x, üstə gəl 1, bərabərdə 0. Demişdik ki, daha sürətli nə edə bilərik? Daha sürətli. 3 çıxılsın 3 kosinus kvadratı x, üstə gəl kosinus x, üstə gəl 1, bərabərdə 0. 3 ilə 1-in cəmi 4 çıxılsın 3 kosinus kvadratı x plus kosinus x bərabərdə 0. Mənfiyə vururam 3 kosinus kvadratı x, çıx kosinus x, çıx 4 bərabərdə 0 alıram. Hər tərəfli 3-ə vururam ki, v-yetə daha rahat gedim. 3-də 1 kosinus x, 3-ə böldüm, 4 bölünsün 3 bərabərdə 0. V-yetə görə mən bunun köklərinin 3-də 4 və 1 olduğunu görürəm. Hansı mənfidir? 1 mənfidir. Çünki V-yetə görə köklər hasili burada olmalıdır. Mənfi 3, 4. Cəmi isə bunun əksi. Yəni müsbət 3-də 1 eləməlidir. İndi kosinus x-i mən 3-də 4-ə bərabər eləyə bilməyəcəm. Niyə bərabər eləyə bilməyəcəm? Çünki bu 1 tam nə qədərdir? Kosinus sinus 1-dən böyük ola bilməz. Amma kosinus x bərabərdir. Mənfi bir tənliyini həll edə bilərik. Mənfi 1-i harda alır? Mənfi 1-i alır pi-də və bir də üstə gəl pi qalardı. İndi sadəcə olaraq buradan pi-ni mötərizə xaricına çıxardıblar. 1 üstə gəl 2k qalıb. Yəni düzgün cavab 9-cu sualda Y variantı olmaqdadır. Bunu yana çəkə bilsək daha qəşəng olardı. Bəli. 10-cu sualla davam edirik. Baxın, aşağıdakı bərabərliklərdən hansı doğru deyil? Burada loqaritmanın hansı xassələrdən istifadə olunub? Loqaritma a əsasından x-la, loqaritma a əsasından y-in ortasında toplama varsa, loqaritm a-dan x vur y şəklində olur. Lakin ortada çıxma olarsa a-dan y. O zaman loqaritm a əsasından x bölünsün y olur. Bu nə deməkdir? Mən baxıram ki, ortada toplama var. Həqiqətən də 4-ü 3-ə vurub 12 yazıb. Yəni bu düzdür. Keçək bura. Burada çıxma var. 24-ü 2-yə bölüb 12 yazıb. Bu da düzdür. Lakin belə bir xassəyə yoxdur. Yəni bunu toplama şəklində yazmalıdır. Burada səhv cavab deyildir. Niyə C düzgündür? C-nin düzgün olması üçün burada bu xassədən istifadə ediblər. Loqaritm a-dan b üstü n bir qüvvət varsa, n qarşıya vurma şəklində düşəcək. Olacaq loqaritm a-dan b-nin n-ə hasili.
Yəni bu 6-nın kvadratı olduğu üçün kvadrat 2 kimi qarşıya düşür. Digərində isə %1-i 10 üstü -2 şəklində yazıb, -2-ni qabağa atıblar və elci axı loqaritm 10 əsasdan 10 deməkdir. Ona görə bu hissə 1 eləyir. Çünki bizim bir xassəmiz də bundan ibarətdir ki, loqaritm A-dan A 1-dir. Yəni Y variantı da bu səbəbdən doğrudur. Keçirik 11-ci suala. Dəyərli izləyicilər, 11-də istifadə olunur tangens alfa üstəgəl betanın açılışından. Yəni bizdən ki, belə oxşarısı qoyuram, tangens pi bölü 4, yəni 180-i 4-ə bölürük. 45 deməkdir. 45 dərəcə üstə gəlinsin alfadır. Biz bunun açılışına gedirik. Tangens 45 üstə gəl tangens alfa. Burada da 1 çıxılsın tangens 45 vurulsun tangens alfa. Mən bu düsturun açılışını burada yazmadım sizin üçün. Birbaşa ora keçdim. Kimdə yoxdursa bu düsturlar xahiş edirəm yazılıb əzbərlənsin. Yəni trigonometriyanın canı həmin düsturlardır. Bu düsturlar əzbərə bilinməlidir. İndi biz burada baxın bərabər qoyub davam edirəm. Biz burada misalı tapacağıq. 1 üstəgəl bizə tangens alfanı cavab olaraq verib 3. 1 çıxılsın 1 vur 3. Yəni sürət 4-dür. 1-dən də 3-ü çıxanda -2. 4-ü -2-yə böldüyümüz təqdirdə isə düzgün cavabı nə alacaq? -2 alacaq. 12-ci sualda fx bərabərdir 3-də 1, x kvadratı 5x-in kubu. Deyir ki, törəmə f-1-i tap. Baxın, törəmə tapan zaman bunu bir x kimi düşünəcək. Hər hansı bir x-in kubu kimi. Yəni, buradakı 3 törəmə tapanda düşür qarşıya və avtomatik həmin mötərizənin qüvvəti bir dənə azalır. Törəmənin üslubudur. Bir də axı bu mürəkkəbdir, x deyil. Bunun içərisi bir mürəkkəbdir və həmin içərinin də törəməsini tapacaq. 2x üstə gəl 5-ə də vuracaq. O zaman f törəmə -1 bərabər olacaq. Bu gedəcək. -1 gətirib qoyanda -1-in kubu 1, -1-i 5-ə vuranda -5-in kubu. -1 qoyanda -2 üstə gəl 5. -4-ün kvadratı 16. Bu da deyəcək 3. Düzgün cavab 48. Yəni D variantı eləməkdədir. İndi biz 13-cü misalın həllinə baxacaq. 13-cü misalda nə deyir bizə? X üstə gəlinsin 5 çıxılsın x bərabərdir 3-ü tapmağımızı istəyir. Bəzi şagirdlər çox bilmişdi yeri birbaşa variantları yerinə qoyaraq da tapır. Amma həlli nə şəklindədir? Bəzi blok imtahanlarında sürətli olsun deyə, bəli, bu tipli misallarda yerinə qoyub da yaza bilərsiniz. Çünki orada necə yazdığınız önəmli olmur. Bu tərəfə atdıqda 3x olur. Kvadrata yüksəltdikdə kvadrat kökü aparır. Bu tərəfin kvadratı isə birincinin kvadratı, hasilinin 2 misli, üstəgəl ikincinin kvadratı olur. Daha sonra biz davam edirik. Çıx x-i bu tərəfə atırıq. Üstəgəl x olur, çünki bu tərəfə 5-i bu tərəfə atanda isə 9-dan 5-i çıxırıq. X kvadratı çıx 5x üstəgəl 4 bərabərdir 0. Biz viyyətə görə köklərinin 4 və 1 olduğunu tapırıq. Amma kök altılarda biraz ehtiyatlı olmaq lazımdır. Yerinə qoyuruq. 4 üstəgəl 5 çıx 4 bərabərdir 3-ə. Təbii ki, bu boş çoxluqdur. Belə bir misal yoxdur. 4-ün üstünə 1 gəlib 3 ala bilmərik. Ona görə 1 və 4 kimi şəklində götürülmür cavab. Amma 1-i yerinə qoyduqda isə x-in yerinə fikir verirsəz, bəli, cavab düz alınır. Ona görə düzgün cavab Y variantı olmaqdadır. 14-cü sualdan davam edirik. Deyir ki, 5x kvadratı çıxılsın mx çıx 8 bərabərdir 0 tənliyinin köklərindən 1-2-dir. Köklərindən 1-2 nə deməkdir? Yəni x2-dir də. Gətirib x-in yerinə 2 qoyuram. 2-nin kvadratı m vur 2 çıx 8 bərabərdir 0. 20-dən 8 çıxıram. 12 çıx 2m 0-dır. 12 bərabərdir müsbət 2m-ə. Vur 2 olduğuna görə 12-ni 2-yə böldüm 6.
M-i 6 tapdımsa, məndən digər kök istəyir axı. Mən gətirib M-i tapdığım 6-nın yerinə qoyuram. 5x kvadratı çıx 6x çıx 8 bərabər 0. İndi istəyirsən diskriminantdan həll elə tap, ya da hər tərəfli 5-ə böl, 5-ə böl 1/2, 5-ə böləndə 1/6. İndi sən köklərindən biri verib axı 2. 2-ni nəyə vursan mənfi 0/6 eləyəcək? Təbii ki, mənfi 0/8-ə. Cəmi də buradakının əksi etməkdədir. Deməli, düzgün cavab 14-cü sualda Y variantı olacaqdır. Davam edirik 15-ci sualda. Üst ötənliklərə aiddir. Çıx 1 üstə gəlir 2 üstü x bərabərdir 9. Bu tipli misallarda qüvvəti ən kiçik olanı mötərizə xaricində çıxardırıq. Özün çıxartdıq deyə 1. Baxın, burada çıx 1 var deyə mən üstə gəl 1 yazıram. Çünki vurulan zaman bunlar toplanılır. Mənfi bir müsbət bir islah olur. Yalnız x qalır. Onda bu x çıx 1 vurulsun 3 9-dur. 2x çıxılsın 1 bərabərdir 9/3-ə. Baxın, bundan sonrası a üstü x bərabərdir b tənliyinin həllinə gedir. Loqaritmaya keçir. Yəni x-i tapan zaman loqaritm a-dan b olur cavab. Onda x çıx 1 bərabər olur. Loqaritm 2-dən 3. Çıx 1-i mən o tərəfə atan zaman isə düzgün cavab olacaq. X bərabərdir. 1 üstə gəl, çünki 1 müsbətləşəcək. Loqaritm 2-dən 3. Düzgün cavab 15-ci sualda A variantı etməkdədir. İndi baxaq 16-cı suala. Mail müstəvinin yan tili 15-dir. Baxın, mail müstəvini çəkən zaman adətən belə bir mail çəkirik. Mail prizma daha doğrusu çəkən zaman yan tilini 15 veririk. Yan tili müəyyən bir bucaq əmələ gətirir və bu bucağı 30 dərəcə verir. Hündürlüyü xarakterizə etmək üçün bir hündürlük çəkdik. 30 dərəcə qarşısındakı KT hipotenuzun yarısıdır. Yəni düzgün cavab 7,5-dir. Təqribən tam oxşada bilməsək də, mail prizma bu şəkildə bir fiqurdur. Bunun yan tili, buradan gələn yan tili 15-dir, ya buradan gələn məsələn. Buradan gələn hündürlüyü soruşur və oturacaq müstəvisi ilə bir 30 dərəcə bucaq əmələ gətirdiyini bildirir. Yəni, qısa çəkəndə adətən bu şəkildə çəkilir. Baxın, bu şəkildə çəkməyimiz daha sürətli və daha rahat olur. 17-ci sual trigonometriyə aiddir. Sinus kubu çıx kosinus kubunu biz müxtəsərlə açacağıq. Hansı müxtəsərlə? A kubu çıxılsın B kubunun açılışı. A çıx B vurulsun birincinin kvadratı üstə gəl hasili üstə gəl ikincinin kvadratı. Yəni sinus alfa çıxılsın kosinus alfa. Birincinin kvadratı üstə gəl hasili üstə gəl ikincinin kvadratı. Bölünsün sinus alfa çıx kosinus alfa. Və sonra axırda bunu çıxacaq. Hələ bunu həll edək. Gördüyünüz kimi çıxmalar gedir. Sinus kvadratı üstə gəl kosinus kvadratı alfanın bir olduğunu bilirik. Üstə gəl sinus alfa kosinus alfa çıxılsın. Burada da fikir verirsinizsə dərhal ardıcan sinus alfa çıx kosinus alfa hasilinin çıxmasını yazıb ki, bunlar islah olsun. Yəni düzgün cavab olaraq biz 1-i alaq. Deyək ki, 1 düzgün cavabdır. Debənd. Keçirik 18-ci suala. Əziz şagirdlər, funksiyalar bölməsindən əzbərləyin ki, təyin oblasti dedikdə yalnız və yalnız x-in ala biləcəyi qiymətlər nəzərdə tutulur. Burada x1 burada var, 1 burada var. 1 məxrəcdə olduğuna görə yalnız böyük 0 yazacaq. Böyük bərabər 0 yazmayacaq. Digərdən isə 7 çıx x-i böyük bərabərdə 0 götürəcək. Bunları ayrı-ayrı həll edib kəsişdirəcək. X 3-ü bu tərəfə atıram, böyükdür 3 olur. Mənfi x böyük bərabərdir. Bu tərəfə atanda mənfi 7, mənfiyə böləndə işarə dəyişir 7. Yəni ədəd oxunda 3-dən böyük, amma 7 daxil olmaqla 7-dən kiçik. Bu da bizə 3-7 aralığını verəcək. Amma 3 açıq mötərizə məxrəcdədir deyə qoya bilmərəm. 0 alınır. 7 isə qapalı mötərizə.
19-cu sualla davam edirik. Bərabər yanlı 3 bucağın xarici bucaqlarından biri 70-dir. Baxın, 70 mən buranı götürə bilmərəm. 70 buranı götürsəm, bu daxili bucaq 110 olacaq. Bərabər yanlının 2 daxili bucağı 110-dur. Bu ikisinin cəmi 220 eləyəcək. 3 bucağın daxili bucaqlarının cəmi 180-i keçməməlidir. Ona görə ehtiyatlı olun. Təpədəki xarici bucaq nəzərdə tutulur ki, bura 110 olsun. 180-dən 110 çıxanda 70. Mən bunu 35-35 bölüm bərabər yanlıdır deyə. Və bizdən ən kiçik bucağı soruşduğuna görə düzgün cavab 35-dir. 20-ci sualla davam edirik. Loqaritm 3 əsasdan x çıx 1-in kvadratı bərabərdir həmin 2 qüvvətdən düşüb deyə, məsələn, belə qəbul edərək, qüvvətə geri qaytarıram. Loqaritm 3-dən 5-in kvadratı, yəni 25. Daha sonra log 3-lər eynidir deyə atıram. X çıx 1-in kvadratı bərabər olur nəyə? 25-ə. X çıx 1 ya 5-dir ki kvadratı, x çıx 1 ya da mənfi 5-dir. Bu tərəf atanda 6 olur. Bu tərəf atanda üstə gəl 1 olduğuna görə bu mənfi 4 olur. Yəni cavab mənfi 4 və 6-dır. Baxın, burada uşaqların, şagirdlərin ən çox etdiyi səhv nədən ibarət olur? Buradakı 2-ni dərhal qarşıya atırlar. 2, loqaritm 3-dən x çıx 1 bərabər olur 2 loqaritm 3-dən 5. Və şagird 2-ni atır, loqaritm 3-dən x çıx 1 loqaritm 3-dən 5 olduğuna görə log 3-ləri də birbaşa atıb, x çıx 1-i 5-ə bərabər edir və x bərabər olur 6. Deyir ki, cavab B variantıdır. Halbuki burada kvadrat düşürsə, yəni olar, bunu qarşıya atmaq olar. Amma onda bu modul şəklində yazılmalıdır. Yəni mənfi köş itməsin deyə. Bir dənə burada xüsusilə diqqətli olmağınız xahiş olunur. 21-ci sual. Baxın. Sinus alfa bölü 2 üstə gəl kosinus alfa bölü 2 2-də 1 verir. Biz sinus alfanı tapmaq üçün bu tipli misallarda kvadrata yüksəldirik. Və yaxud da buranı alfa versə, bura sinus 2 alfanı soruşur. Məşhur tipdir. Birincinin kvadratı üstə gəl 2 vurulsun birinci sinus alfa bölü 2 vurulsun ikinci alfa bölü 2. Üstə gəl ikincinin kvadratı bərabərdir bu tərəfdə də 2-də 1-in kvadratı. Sinus kvadratı alfa, kosinus kvadratı burada da alfa bölü 2 daxil. Bunların cəmi 1 verir. Baxın, 2 sinus alfa, kosinus alfa, 2 vur sinus alfa, kosinus alfa hasili sinus 2 alfanı verir. Sinus 2 alfanı. Yəni bunu əzbərləyin. O zaman biz nə edirik? Bunun yerinə buradakı bucağın 2 qatını, yəni alfasını yazırıq. 4-də 1. Sinus alfa da bərabərdir. 1-i bu tərəfə çıxılır. Mənfi 4-də 3. Yəni düzgün cavab mənfi 0,75 olur. İndi keçirik 22-ci suala. 22-ci sualda nə deyir bizə? Uzunluğu 13 cm olan parça müstəvini kəsir. Bu müstəvi olsun, bu da parça. Parçanın müstəvidən ucları 1 və 4 cm-dir. İlk ağlımıza gələn proyeksiyanı soruşur deyə. Proyeksiyanı soruşur deyə. Bunu bu şəkildə birləşdirməkdir. Bura 1 olduğuna görə burada 1-dir. Parçanın ümumi uzunluğunu bizim üçün 13 verib. Bu hündürlük 5-dir, 4, 1. Pifagor var idi. Bura x desəm, x kvadratı üstə gəl 5-in kvadratı, axı 13-ün kvadratı verməlidir. X kvadratı bərabər 13-ün kvadratından da mən 5-in kvadratı 25-i bu tərəfə atıram. Onda x kvadratı 144 eləyir, x 12 eləyir. Yəni bura 12-dir. Bura 12-dirsə həmin proyeksiyanı soruşur da. Bunlar da paralel olduğuna görə nə olacaq? Elə 12 olaraq da qalacaqdır. 23-cü sualla davam edirəm. İcazənizlə. Deyir ki, x kubu çıxılsın 3x kvadratı funksiyasının azalma aralığını tapın. Baxın, əgər artma aralığı desə, funksiyanın törəməsi böyük bərabərdir 0 olacaq. Artma aralığı desə. Yox, buradakı kimi azalma aralığı desə,
o zaman kiçik bərabərdir 0 olacaq. Onda biz nə edirik? Bunun törəməsini tapırıq. Törəmədə 3 düşür qabağa, x kvadratı. 2 düşür qabağa, 3-ə vurulur, 6x. Azalma dediyinə görə kiçik bərabərdir 0. 3x-i çölə çıxardıram. X çıx 2, kiçik bərabərdir 0. Ədəd oxunda kökləri qeyd edirik. 0-ı qapalı ilə. Bir də 2-ni intervallayıb plus minusumuzu qoyuruq. İndi bizə azalma aralığı dediyinə görə biz nəyə fikir verəcəyik? 0-2 aralığına hər ikisi daxildir. Deməli, 23-də düzgün cavab D variantı olacaqdır. 24-cü sual. Düzbucaqlı paralelepipedin ölçüləri verilib. Məsələn, A-sı 3-dür, B-si 8-dir, C-si 9-dur. Baxın, eyni böyüklükdə sözünü iki yerdə görəsiniz. Bir müstəvi fiqurlarında görəsiniz. Müstəvi, məsələn, kvadratdır, üçbucaqdır, rombdur, paraleqramdır və s. Müstəvidə gördükdə sahələri bərabər olur, eyni böyüklükdə. Amma belə fəza fiqurlarında gördükdə həcmləri bərabər olur. Məsələn, düzbucaqlı paralelepiped olsun, kub olsun, digər fəza fiqurlar olsun. İndi eyni böyüklükdədir deyirsə, deməli V düzbucaqlı paralelepipedin həcmi V kuba bərabər olmalıdır. Bunun kubu ABC-ni bunun düsturu A kubuna bərabər eləməlisən. Yəni 3 vur, 8 vur, 9-u A kubuna bərabər eləməlisən. Səndən tili soruşur axı. Onda sən 3 vur 9, 27 vur 8 A kubudur. A-nı tapanda bundan 3 çıxır kub olaraq, bundan 2. 3-cü dərəcədən kök olaraq daha doğrusu. Buradan da A bərabərdir 6. Deməli, axtardığımız cavab B variantı 6 olmalıdır. 25-ci sualla davam edirik. Baxın, tənliklər sistemində birincisi kvadratlar fərqinin müxtəsəridir. Aşağıda da x çıx y 3'ü verib. Yəni bunun yerinə 3 yazanda biz x üstə gəl y-i 7 tapırıq. Axı x çıx y-i də özü 3 vermişdi. Alt-alta toplayanda y-lər gedir. 2 dənə x bərabərdir 10. X bərabərdir 5 tapırıq, düzdürmü? 5-i də burada yerinə qoydun. Ya yuxarıda y-i 2 tapdın. X-y hasili nə deməkdir? 5 vurulsun 2. Yəni düzgün cavab 10'dur. 6-cı sual, 26-cı sual daha doğrusu. Baxın, 26-cı sualın müxtəlif yolları var. İlk ağlımıza gələn tangens alfa sinüs bölünsün kosinüs olduğuna görə bunu k böl 3k kimi yazıram. Yəni ortaqlar ixtisar gedib. Sinüs alfanı harda gördüm 1k yazacağım. Kosinüs alfanı harda gördüm 3k yazacağım. Hətta bu tipli misallarda k'lar ixtisar gedirdi ya uşaqlar. K'sız da sinüsün yerinə 1, kosinüsün yerinə 3 yazsanız doğrudur. Biraz ətraflı yazılarda ehtiyatlı olun. Sinüsün yerinə k, kosinüsün yerinə 3k yazıram. Sinüsün yerinə k, kosinüsün yerinə 3k yazıram. Bərabər. K'dan 3k çıxıram. Mənfi 2k. Burada toplandı 4k. K'lar gedir. Mənfi 2'də 1. Düzgün cavab Y variantı olmaqdadır. 27-ci sualla davam edirik. 27-ci sualla. 27-ci sualda nə deyir bizə? Deyir ki, funksiyanın qrafikinə absisi bu nöqtədə çəkilən toxunanın bucaq əmsalı. Bucaq əmsalı f törəmə x sıfıra bərabərdir. Bir də oradakı bir iti bucaq əmələ gətirir, müsbət istiqaməti ilə o x-dən. Həmin bucağın tangens alfasına bərabərdir. Əvvəla törəməni tapırıq. Törəmə bərabərdir. Buradan 2 düşür qabağa. 2x, 5x-in də törəməsi 5. Gətirib yerinə qoyuram. Mənfi 3'ü. 2 vurulsun. Mənfi 3 üstə gəl 5. Bu da mənfi 6 üstə gəl 5. Mənfi 1 eləyir. Mən ki törəməni mənfi 1 tapdım. Deməli həmin bucaq əmsalı da mənfi 1. B variantı olmaqdadır. 28-ci sualla davam edirik. 28-ci sualla. Dairə xaricinə çəkilmiş trapesiyanın
Oxşamasa da təqribən belə bir trapesiya çəkirik. Bura A, bura B, bura C, burada bir D deyirik. Burada istifadə olunan xassəni unutmayın. Bir çevirənin xaricində dördbucaqlı varsa, A üstə gəl B, C üstə gəl D-yə həmişə bərabər olur. Qarşı tərəflərin cəmi bərabər olur. Və perimetr 18 veribsə, yəni demək istəyir ki, bu da 9-a bərabərdir. Yəni bunların da cəmi 9-dur, bunların da cəmi 9-dur. Bunları toplayanda 9-dan 9 18 edir. Trapesiyanın orta xətti oturacaqlar cəminin yarısıdır. Oturacaqlar cəmini sən 9 tapdın axı. 9-u da 2-yə bölürsən, 4,5. Düzgün cavab A variantı olmaqdadır. 29-cu sual. Modul tənliyi. 4 çıxılsın 3x bərabərdir 2-yə. Bir modul müsbət ədədə bərabərdirsə, bir dəfə özünə bərabər etsən, bir dəfə mənfisinə. Bunun izahı odur ki, içəri ya 2 olub özü çıxıb, ya da mənfi 2 olub, modulun mənfi 2-sindən təbii ki, 2-nin özü çıxacaq. O zaman mənfi 3x-i saxlayıram, 4-ü bu tərəfə atıram. Mənfi 3x bərabərdir mənfi 2-yə, x bərabərdir mənfini mənfiyə, müsbət 2/3. Bu birinin cavabı. Mənfi 3x bərabərdir 4-ü o tərəfə atanda çıx 4. Mənfi 3x bərabərdir mənfi 6. Mənfilər gedir. X də bərabər olur 2. Deməli, cavab 3-də 2 və 2. Yəni, C variantı olmaqdadır. 30-cu suala keçirik. Loqaritmik bərabərsizlik. 30-cu sualda loqaritm x üstdən 3. X çıx 1, kiçikdir 2. Baxın, loqaritmik bərabərsizlikdə burada aşağının 2 halı var. Ya artan loqaritmik bərabərsizlikdir, yəni ifadə qismində A 1-dən böyük olmalıdır. Yəni sən x çıx 3-ü 1-dən böyük eləməlisən. Bu birinci hal, birinci üsul. 1-dən böyük olduğu təqdirdə onda yuxarıdakı bərabər olur. Bax, 1-dən böyükdürsə, yəni bura, işarə dəyişmir. Və sən aşağıdakının kvadratı 2 bu şəkildə qalır. Bir də bunun içi təbii ki, müsbət olmalıdır. X çıx 1-də böyükdür 0 olmalıdır. Bunu bu tərəfə atanda x böyükdür 4 alınır. 4-dən böyük ifadə onsuz da 1-dən böyük olacaq da. Bu da atanda x böyükdür 1 alınır. Yəni bunu araşdırmağa ehtiyac qalmır. Amma aşağıdakını araşdırmalıyıq. Ki, araşdıraq. X çıx 1 kiçikdir. Bunu açanda x kvadratı. Hasilinin 2 misli çıx 6x üstə gəl 9. Bax, x kvadratı qalır. Qarşısı müsbətdir deyə. Bunu bu tərəfə atanda çıx 6x, çıx x. 1-i bu tərəfə atanda üstə gəl 9, üstə gəl 1. X kvadratı olan tərəf böyükdür. Yəni bu tərəf böyükdür. Sən bunları atdın. X kvadratı çıx 7x üstə gəl 10 böyükdür 0-ı alırsan. Ədəd oxunda kökləri qeyd edirsən. 2 ilə 5. İntervalladın. 2 ilə 5 hardan tapdım? Hasili 10-dur. Cəmi də buradakının əksi. Bura 1-dirsə, Viet teoremi, yəni həmin bu dediyim doğrudur. Kvadratın əmsalı müsbət olduğuna görə plus minus plusu yazdım. Böyükdür 0 nədir? Bu aralıq. İndi, axı birinci hal araşdırıram mən hələ. İndi mən birincinin cavabı üçün həm 4-dən böyüklər axtarıram, həm də 2-dən mənfi sonsuzluğa qədər, bir də 5-dən böyüklər. Təbii ki, hər ikisinin kəsişməsi nə olacaq? 5-dən sonra. Deməli, mən cavabın bir hissəsini tapdım. Cavabın bir hissəsi nə olacaq? 5-dən müsbət sonsuzluğa. Birinci hissə tapıldı. İndi keçirəm ikinci hissə. Yəni, belə deyim də, 2 cavab qaldı. 2 cavab qaldı. İndi ikincidə neynədik? İkinci hal. Axı loqaritm x çıx 3, bu da x çıx 1-də axı, kiçikdir 2. Dedi ki, bəli, x çıx 1 böyükdür 0 olmalıdır. İndi ikinci hal da odur ki, indi 1-dən böyüyə baxdıq, bəlkə 0 ilə 1 arasındadır. Və təbii ki, 0 ilə 1 arasındadırsa uşaqlar, onda yuxarı bərabər olur, bu azalan gedir. Bunun işarəsi dəyişəcək. X çıx 3-ün kvadratı olacaq. Yəni, bu şəkildə olacaq. Yadınızda qalsın. Bura 1-dən böyüksə işarə dəyişmir. Birinci hal. Bura 0-1 arasındasa işarə dəyişir. İndi bunu bu tərəfə atanda x böyükdür 1 alıram. Bunun hər tərəfdən 3 gələndə 3
x, bunun da üstünə yəni 3. Deməli, bu şərt ödəndi, bu ödənsə. 3 ilə 4 arasındakı 1-dən böyükdür. Bu, bunu ödədi. İndi qalır bir dənə bu. Bunu da açanda x kvadratı çıx 6x üstəgəl 9. Kiçikdir. Bu tərəfə baxır. Elə bir yerlərini dəyişdim. Hə, x çıx 1-dən. X-i bu tərəfə atanda, yeni açaq. X kvadratı çıx 7x olur, çıx x. Bunun bu tərəfində üstəgəl 10. Kiçikdir 0. Bu dəfə köklər yenə 2, 5-dir, amma kiçikdir 0-ı götürəcəyik, mənfi hissəni götürəcəyik. Baxın, bu aralığı. İndi axı 3, 4 arası ilə bunu kəsişdirəcəm. Baxın. 2, 5 arası. Bu da deyir 3 ilə 4. Hər ikisini ödəyən 3, 4 arasıdır. Onsuz da 3, 4 arası bu 2, 5-in içində var. Və yadınızda qalsın ki, bu hər iki hala baxdığımız üçün, hər iki hal doğru olduğuna görə hər iki cavabı birləşdirib götürürük. Yəni, hansı cavab olsa bizim işimizə yarayır o anlamda. Baxırıq 31-ci suala. 31 yaddan çıxmışdı az qalan. Deyir ki, 5, 1 üstəgəl x, üstəgəl 5 üstü 1 çıx x. A böl 2, 25 üstü x üstəgəl 25 üstü mənfi x. Baxın, bu şəkildə. Bu ifadənin ədədi silsilə təşkil edir A-nın hansı qiymətində? Baxın, ədədi silsilənin xassəsi ən sadə xassəsindən istifadə edəcəyik. Ədədi silsilədirsə bunlar ortadakı kənardakıları cəminin yarısıdır. Yəni, eyni məsafədə olur. Onda mən bunu 5 vur 5 üstü x yazıram. Bunu da 5 vur 5 üstü mənfi x yazıram. Çünki vurulan zaman qüvvətlər toplanılır. Üstünə gəlirəm. Bunu yazıram 25 üstü x. Bunu da yazıram 25 üstü mənfi x. Cəminin yarısı bərabər olur a böl 2-yə. Hər tərəfini 2-yə vurdum. Bunlar getdi. Daha sonra 5-i ortaq məxrəcə çıxardıram. Burada qalır 5 üstü x, burada qalır 5 üstü mənfi x. Bu da 25 üstü x üstəgəl 25 üstü mənfi x. Mənfi x bu deməkdir da. Bir dənə bunu izah edeyim. Bu da 1 bölünsün 5 üstü x-dir. Mənfi bu deməkdir. Bərabərdir a-ya. Yəni, ədədin özü ilə tərsi. Baxın, bu koşu bərabərsizlikdən gələn bir dənə hissə var. İstənilən ədədlərin ədədi ortası böyük bərabər olur. Onların həndəsi ortasından. Bax, belə bir bərabərsizliyimiz var. Hətta burada indi məsələ nədən ibarətdir? Biz bura 2 dənə qarşılıqlı tərs ədəd qoysaq, məsələn, x üstəgəl 1 bölünsün x-in yarısı, kök altda x vur 1 bölü x-dən böyük olur. Onda x üstəgəl 1 bölü x, bu 1 eləyir axı, 1 eləyir. 2-ni çarpaz vururlar. Yəni, deməli, 2 vur 1, 2-dir da. Deməli, x üstəgəl 1 bölü x böyük bərabər olur həmişə 2-dən. Əgər x müsbətdirsə, buradan belə bir nəticə çıxır. Yox, x mənfi olsa, istəyənlər qeyd eləyər. Bunu bir küncə kiçik bərabərdir, mənfi 2 olur. Bu tangens üstəgəl 1 bölü tangens, trigonometriya bölümündə də olur, həqiqi ədədlərdə də işlənir. Bunu yadda saxlayın. Yəni, istənilən ədədin, üstü funksiya müsbət ədəddir axı, yəni bu hala baxacaq. İstənilən ədədin özünün tərsi ilə hasili 2-dən müsbət sonsuzluğa qədərdir. Burada da 2-dən müsbət sonsuzluğa qədər 5-i 2-yə vururuq. 10-dan müsbət sonsuzluğa qədər, 5-i müsbət sonsuzluğa vurmanın bir mənası yoxdur. 2-dən müsbət sonsuzluğa qədər. O zaman biz A-nın ən kiçik qiymətini tapmış olacaq ki, 12-dən böyük bərabər. Müsbət sonsuzluğa doğru gedəcək. Yəni, düzgün cavab A variantı olacaq. Maraqlı misaldır, qəşəng misaldır. İndi keçirik 32-ci misala. Uşaqlar, 32-ci misal artıq trigonometrik bərabərsizliklər tədris proqramından çıxarılır. Elə belə deyirəm, adətən baxmasaz da olar. Kosinus kvadratını burada və bir çox tənliklərdə bilirsiniz ki, dərəcənin aşağı salma düsturundan istifadə edəcəyik. Yəni, bu düsturdan istifadə edirik. Sinus kvadratı olanda burada çıx olur. Eyni düsturdur, bənzərdir. Bunun yerinə 1 üstəgəl kosinus 2x bölünsün 2 yazıram. Böyükdür 1-dən. Gedir 2-lər.
1 üstəgəl kosinus 2x böyüdü 1-dən. 1-i bu tərəfə atanda kosinus 2x böyüdü 0-dan. Baxın, bunu trigonometrik şəkildə belə başa düşün. Kosinus xətti bu idi və kosinusun müsbət olduqları, 0-dan böyük nə deməkdir? Müsbət olduqları birinci, dördüncü rübdür. Yəni, mənfi pi bölü 2 ilə müsbət pi bölü 2 aralığındadır. Bax, bu aralığa düşür. Belə deyim də, bu aralığa düşür dərəcə. Ona görə qeyd edəndə həmişə yazırlar ki, 2x mənfi pi bölü 2 üstəgəl 2 pi k ilə müsbət pi bölü 2 üstəgəl 2 pi k-dır. Bunlar əvvəl keçirilirdi. Vır 2 olduğuna görə 2-yə bölürəm. Mənfi pi bölü üstəgəl pi k 2-yə bölünür. Bu da 2-yə bölünür. Bunu 2-yə böləndə müsbət pi bölü 4. Bunu da 2-yə böləndə pi k. Bax, bu şəkildə düzgün cavab B variantı olmaq şəklindədir. Burada yəqin ki, bir problem, qaranlıq olmaz inşallah. Dediyim kimi, bu düşmür. Bunun üzərində dayanmağın, zaman itirməyin mənası yoxdur. Növbəti testlərdə olsa çalışaram ki, izah etməyim, zaman getməsin. 33. A tərəfinə və ona bitişik olan alfa, beta bucaqlarına görə 3 bucağın sahəsini tapın. Bir A tərəfi var. Buna bitişik alfa, beta bucaqları var. Bu da bir B tərəfi yazıram. Niyə yazıram? Çünki 3 bucağın belə bir qaydası var. S bərabərdir 2-də 1 AB və arasındakı bucağın sinusu. İndi burada bunlar arasında beta olduğuna görə mən sinus beta yazıram. Düsturda alfa qeyd olunur, alfa yazırlar. İndi biz burada nə etməliyik? Biz burada bir-biri ilə əvəz etmələrə getməliyik. Onda bu üçüncü bucaqda olur qamma. Birinci işimiz nədir? Sinuslar teoreminə tətbiq edirik burada. Yəni B bölünsün sinus alfa bərabərdir A bölünsün qarşısındakı bucağın sinusu. Sinus qamma. İndi burada sinus qammanın hansı fasiləsindən istifadə edəcəyik? Üçbucağın daxili bucaqlarının cəmi siz bilirsiniz ki 180 dərəcədir. O zaman qamma 180-dən alfa ilə betanın cəminin çıxılmasıdır. Düzdürmü? İndi baxın. Gətirib mən burada B bölünsün sinus alfanın yerinə, sinus qammanın daha doğrusu yerinə, qammanın yerinə yazıram ki 180 çıxılsın alfa üstəgəl beta. Bu da çevirmə düsturlarına əsasən, trigonometrik çevirməyə əsasən 180 çıx olanda elə sinusun özü olur. İkinci rübdə hər ikisi müsbətdir. İndi mən burada A ilə verib də B-ni tapacağam. Bax, buradan B-ni tapıb, gətirib bu düsturda B-ni yerinə qoyacağam. Baxaq görək. Dedi ki, buradan B-ni tapıram. Onda çarpaz vurulur. A vur sinus alfa bölünsün sinus alfa üstəgəl beta. B-ni də tapdım. Axı biz bayaqçı düstura əsasən yazdıq ki, sahə 2-də 1 AB vurulsun sinus betadır. Aralarında beta vardı deyə. Baxın. Beta vardı deyə. İndi gətirirəm. 2-də 1 A qalır. B-nin yerinə A sinus alfa bölünsün sinus alfa üstəgəl beta vurulsun sinus beta. Bu da bərabər olacaq. Yuxarıda A kvadratı sinus alfa sinus beta bölünsün 2 məxrəcdə bura gəlir. Sinus alfa üstəgəl beta. Bu da bizə verməlidir. Hansı variant olur? D variantı. Bu da bizim 33-cü sualımız. Üçbucaqlı piramidanın yan tillərinin uzunluqları verilib. Baxın, bu cümləni harda görsəz, üçbucaqlı piramidanın yan tilləri qarşılıqlı perpendikulyardırsa 34-cü sualda. Bu hazır düsturdur. Xahiş edirəm, bunu əzbərləyin. ABC bölünsün 6. Üçbucaqlı piramidanın yan tillərinin uzunluqları bax bu şəkildə tapılır. Bu piramidanın həcmi. Yəni həcm bərabərdir. Hamısı eyni rızdan kök olduğuna görə 2 vurulsun 6 vur. 27-ni də 3 vurulsun 9 şəklində yazıram. Baxaq.
2 vur 3 6 edir. 6'ya vurdum 36. Buradan 6 çıxdı. 9'dan da 3. 6'lar ixtisar getdi. Burada da cavab qaldı 3. Deməli, bizim axtardığımız cavab A variantı 3 imiş. İndi səhv etmirəmsə son misala baxırıq. 35 bəli. Son misal 35. Bu da qəşəng misaldır. Gözəl misaldır. Piramidanın oturacağı tərəfi A olan, iti bucağı alfa olan rombdur. Buna da diqqətlə qulaq asaq. Rombdur, iti bucağı alfadır, bütün tərəfləri də A-dır. Bunu qeyd elədik. Deyir ki, piramidanın daxilinə, bax birinci bir dənə piramidanı çəkməyə çalışaq. Hə. Bunu təqribən çəkməyə çalışdıq ki, bu bizim piramidamızdır. Piramidanın daxilinə doğranı oturacaq müstəvisi ilə beta bucağı əmələ gətirən konus çəkilmişdir. Biz bilirik ki, konus oturacağı çevrədir və bunun daxilindədirsə, bunun təpə nöqtələrini eyni şəkildə birləşdirək. Aha, bu da oldu konus. Deyir ki, həmin bu doğranı var, yəni bu hissə doğranı deməli beta bucağı əmələ gətirir. Həmin bu piramidanın apofemi sayılır həm də. Bax bu bir beta bucağı əmələ gətirdi burayla. Bu da olsun bunun hündürlüyü, bu da olur bunun radiusu. Bu radiusu balaca yer yazıram çünki rombun daxilindədir. Rombun xaricinə çevrə çəkmək olmur. Rombun balaca eri rombun hündürlüyünün yarısıdır. Rombun balaca eri. Rombun hündürlüyünü tapmaq istəyirəm. İti bucağı A-dırsa, bura A-dırsa, buradan da bir dənə H çəksəm rombun hündürlüyünə. Mən yazsam ki, sinus alfa, rombu tətbiq edirəm. Balaca H, yəni nə? Rombun hündürlüyü bölünsün rombun tərəfi. Onda H bərabər olacaq A vurulsun sinus alfaya, radiusda H-ın yarısı olduğu üçün A sinus alfanın nə idi? Radiusudur. Bax, bunu tapdım. Yəni, bu balacanı tapdım. Aha. Bu hissə hazır. İndi bu da böyük H-dır da. Böyük H mənə niyə lazımdır? Çünki məndən konusun həcmini soruşur. Konusun həcmi 3/1 pi r kvadratı, balaca r yazdım buna görə, vurulsun H-dır. İndi r-im var, H yoxdur axı. H-ı da tangens betadan tapacam. Bax, buradakı çıxardıram kənara, balaca r, böyük H, burada beta. Tangens beta nəyə bərabərdir? Qarşıdakı katetin bitişik katetə nisbəti. Yəni, H da bərabərdir balaca r vurulsun tangens betaya. Vəssalam. Bax, bunları ki, çıxarışları elədik, əziz şagirdlər. İndi yerinə qoyuruq. 3/1 pi vurulsun. Balaca yerin yerinə bunun kvadratları a kvadratı, sinüs kvadratı alfa bölünsün, 2'nin kvadratı 4. Vurulsun h. H da r vur tangens alfada. R'in yerinə bir dənə də bunu yazıram. Sinüs alfa bölü 2 tangens beta. Bu da bərabərdir. 3'ü 4'ə 12, 2'yə vurdum 24 pi a kubu sinüs kvadratın sinüsü sinus kubu alfa bir dənə də tangens beta. Bu şəkildə bir cavab alırıq. İndi belə bir cavab varmı? Bəli, səhv etmiriksə A variantı. Bu da bizim son misalımızın həllidir. Ümumiyyətlə dinamika ilə bağlı bütün testlər, əziz şagirdlər, dinamika playlistində yerləşdiriləcəkdir. Ardıcıl şəkildə qismət olsa, baxaraq faydalana bilərsiniz. Qeydlərinizi mütləq aparın. Bacardığım qədər sürətli videonu qısa tutmağa çalışıram, amma hər misala da uyğun qeydlər deməyə çalışıram ki, düsturları hər dəfə qeyd edəsiniz. Bu da konusun həcm düsturu idi. Uğur olsun. Növbəti videolarda görüşənə qədər.